kor bağırsaq, çəmbər bağırsaq və düz bağırsaqdan ibarətdir. Şəklini çəkirəm. Kor bağırsaq, belə çəkimdə kor bağırsaq, çəmbər bağırsaq və düz bağırsaq. Ki, bu düz bağırsağın da sonu nə ilə qurtarır? Anusla bitir. Deməli, bu bir kor bağırsaqdır. Kor bağırsağın bir çıxıntısı var ki, belə. Bu çıxıntı adlanır appendix. Orqandır, yəni bağırsağın çıxıntısıdır. Bu bir rudiment orqandır, uşaqlar, rudiment. Yəni, qalıq halında qalır. Rudiment sözünün mənası qalıqdır. Rudiment orqandır. Kor bağırsağımızda, bax, kor bağırsaq. Hansı hərflə başlayır? K və B hərfi ilə başlayır. Kor bağırsağımızda Escherichia coli, yəni bağırsaq çöpü bakteriyaları yaşayır ki, bağırsaq çöpü bizimlə simbiyoz həyat tərzi keçirdir. Simbiyoz həyat tərzi keçirdirlər. Belə ki, biz onlara, burada harada yaşayır? Burada yaşayır, kor bağırsaqda yaşayır. Bu bağırsaq çöpü bakteriyaları. Biz onlara qida ilə yeyərkən selluloza veririk. Selluloza verməsən, yediyiniz bütün bitki mənşəli qidaların hamısının tərkibi sellulozadır. Alma yersən sellulozadır, göyərti yersən sellulozadır. Bitki təbiətli, nə yersəsə hamısının tərkibində selluloza var. Biz ona selluloza veririk. O isə bizə kor bağırsaqda yaşayır. K və B vitamini sintez edib verir. O bizə K və B vitamini sintez edir. Beləliklə, hər ikimiz mutlu yaşayırıq. Simbiyoz yaşayırıq. Mən ona K və B selluloza verirəm. O da mənə K və B vitamini sintez edir. Beləcə başımızı aşağı salıb yaşayırıq. Amma bunlar şərti patogen orqanizmlər hesab olunurlar. Yadınızdadır, şeydə də keçmişdik biz bunu, təbiət dərsində də keçmişdik. Şərti patogenlər hesab olunurlar. Nədir şərti patogen? Bu səninlə müəyyən şərt daxilində yaşayır. Sən ona selluloza vermə, görsən başımı nə oynatır? Çevriləcək parazit bakteriyaya. Sənə illərlə mehribancasına yaşayan bağırsaq çöpü bakteriyası çevriləcək sənin düşmənivə. Ona görə şərt qoyur. Şərti patogendir. Aydındır? Əks halda simbiyozluq münasibətini pozacaq səninlə və çevriləcək nəyə? Patogenə. Yəni, xəstəlik törədən bakteriyalara çevriləcək. Eyni zamanda appendix bizim ən güclü immun orqanlarımızdan biridir. Çünki immunitetin artırılmasında, orqanizmə düşən yad cisimlərin zərərsizləşdirilməsində, yəni fagositoz prosesini həyata keçirən hansı qan hüceyrələri idi? Limfositlər idi, düzdürmü? Limfosit, leykositlərin növləri olan limfositlər. Limfositlər ən çox toplanıb yenə limfa düyünlərlə əlavə appendiksdə də çoxlu limfositlər var ki, bu da bizim immun orqanımız hesab olunur. Gör nələrdən azad olmuşsan, Sidiqə? Gör nə qədər işin yarımçıq qalıb sənin bədənində. Bax, bu prosesləri kor bağırsaq həyata keçirir. Kor bağırsağın çıxıntısı olan, daha doğrusu appendiks. Aydındır? Sonra ikinci hissəsi çəmbər bağırsaqdır. Çəmbər görürsünüz, qalxan çəmbərdir. Bu isə enən çəmbərdir. Yəni çömbəlir də, görürsünüz, çömbələn bağırsaqdır. Çəmbər bağırsaq və gəlir axırı düz bağırsaq. Düz bağırsaqdan sonra anusdur ki, nəcis bu anusdan xaric olunur və bu çəmbər bağırsaq segmentli quruluşa malikdir. Və bu nəcis kütləsi, uşaqlar, yoğun bağırsaqda formalaşır. Elə ki, buğumludur. Buğumdur. Nəcislər bu buğumların içərisində yığılır.
və belə deyək, bayaq dedi ya bağırsaqların peristaltikası, yəni ödün normal sızması nəticəsində belə ki, qabaqdan itələnir təzyiqlə. Bu hissə-hissə, lopa-lopa verilir qabağa, keçir qabağa və nəcis bədəndən xaric olunur. Bu zaman həm qabırğa arası əzəllər, həm də diafraqma əzəlləri, görürsünüz, biz böyük bayıra gedəndə qarnımızı sıxırıq, diafraqma da oradan sıxılır. Sıxırıq və nəcisi nə edirik bədənimizdən? Xaric edirik. Deməli, həm qabırğa arası əzəllər, həm də diafraqma əzəlləri nəcis kütləsinin xaric olunmasında iştirak edir. Eyni zamanda yoğun bağırsaqda içdiyimiz suyun çox hissəsi yoğun bağırsaqlardan sorulur. Mineral duzların çox hissəsi yoğun bağırsaqlardan sorulur. Mən həmişə deyirəm, yoğun bağırsaqda və nazik bağırsaqda. Nazik bağırsaqda ferment çox, selik az, yoğun bağırsaqda isə əksinə selik çox, ferment azdır. Aydındır? Burada su çoxdur. Suyun çox hissəsi yoğun bağırsaqdan sorulur. Ona görə selik çoxdur burada. Amma ferment azdır. Çünki yoğun bağırsaqda nə ferment olacaq ki? Onsuz da bütün həzm prosesləri hamısı 12 barmaq bağırsaqda yekunlaşıb burada başa çatır zaten. Aydındır?